Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə 2024-cü ilin yanvar-sentyabr aylarında baş verən yol nəqliyyat hadisələrinin 38,6%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib. Bu onu göstərir ki, yol qəzalarında piyadaların əhəmiyyətli dərəcədə rolu var. Nəqliyyat hadisəsi zamanı sürücü piyadanın ölümünə səbəb olarsa və ya ona ağır və ya qalıcı xəsarətlər yetirərsə, piyada öldükdə məsuliyyətə cəlb olunur. Digər hallarda zərər çəkənin şikayəti yoxdursa və ya xəstəxana xərcləri qarşılanıbsa və xəsarət alan şikayətçi deyilsə, müəyyən istisna hallarda məsuliyyətdən azad hesab olunur. Məsələ ondadır ki, nəqliyyat hadisəsi istər sürücünün günah ucubatından olsun, istərsə də piyadanın fərq eləmir. Hər iki halda məsuliyyətə cəlb olunan və ya maddi zərəri qarşılayan sürücüdür. Bəs əslində necə olmalıdır? Piyadalar səbəb olduqları yol nəqliyyat hadisəsinə görə məsuliyyət daşıyırmı? Qanunvericilikdə bu haqda hər hansı bir məcəllə nəzərdə tutulub? Hüquqşünas Əlibaba Əliyev deyir ki, sürücülər daha diqqətli olmalıdırlar. Çünki qanunvericilikdə nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi hesab olunur. Ekspertiza təyin olunur və sürücünün həmin yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olub-olmaması araşdırılır. Və adətən bizdə formalaşmış təcrübə belədir ki, ekspertizanın rəyi o istiqamətdə olur ki, sürücünün burada texnik imkanı olub qarşısını almayır. Hüquqşünas sürücünün cinayət məsuliyyətinə cəlb edilməməsini mümkün eləyən vəziyyətlər barədə də məlumat verib. Təqsiri sübuta yetirilməyib, hətta ölüm hadisələrində belə məhkəmə hökmü ilə təsdiq olunub ki, baxmayaraq ki, burada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verir, amma sürücünün bu hadisənin qarşısını almağa texniki imkanı olmuyor. O halda artıq şəxsin cinayət məsuliyyətinə söhbət gedilməz, burada cinayət tərkibinin o elementləri olmadığına görə şəxsin barəsində məhkəmə dövründə də bəraət verilir, istintaq dövründə də cinayət işinə bəraət verilir, əsaslarına xitam verilir. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun əməkdaşı Elvin Hacıyev piyadanın iştirakı ilə baş verən qəzalarda araşdırmanın hansı halda istintaq orqanı, hansı halda Dövlət Yol Polisi tərəfindən aparılması məsələsinə aydınlıq gətirdi. Piyadanın iştirakı ilə bağlı yol nəqliyyat hadisəsi baş verir. Piyada xəsarət alırsa və yaxud da həyatını itirirsə, bu artıq istintaq orqanı tərəfindən araşdırılır, yəni Dövlət Yol Polisi tərəfindən araşdırılmır. Maddi ziyanla nəticələnirsə, Dövlət Yol Polisi gəlir ərazisində aydınlaşdırır. Amma xəsarət varsa və yaxud da həyatını itirirsə, bu artıq istintaq orqanı tərəfindən ərazi üzrə, bax ki, harda baş verirsə, həmin ərazinin istintaq orqanı tərəfindən araşdırılır. Nəqliyyat eksperti Elməttin Muradlı çox maraqlı bir məqama toxunaraq bildirir ki, qanunvericilikdə piyadaya verilən üstünlükdən istifadə edib, bu yolla dələduzluqla məşğul olan şəxslər də var. Onun sözlərinə görə bəzən zərər çəkənin yaxınları sürücünün imkanlı olmasından istifadə eləyir. Mən əminəm ki, özləri də bilir ki, onların atasıdır, anasıdır, nə bilim, qardaşıdır. Özləri də bilirlər ki, o adam intihar edib. Amma gedirlər, şikayət edirlər. Baxırsan ki, yəni adamın həyatını qaraltdılar. Mən düşünürəm ki, yol nəqliyyat hadisələri ilə bağlı vahid bir istintaq qurumu formalaşsa, sırf yol nəqliyyat hadisələri ilə bağlı ayrıca müstəqil bir qurum və o məsələ hesab edirəm ki, daha şəffaf formada öz həllini tapa bilər və həm də ictimaiyyətə açıq bir qurum ola, tez-tez izabat verər. Məsələn, bax bu yaxınlarda 20 yanvar dairəsində özünü maşınların altına atan bir şəxs görüntüləndi və sonradan polis onu həbs etdi. Daxili İşlər Nazirliyinin atdığı sonuncu addım mənə elə gəlir ki, bir çoxlarına dərs oldu, bir çoxlarına bir mesaj oldu ki, belə dələduzluğun axırı yoxdur. Ya həbs olunacaqsan, ya da hansısa maşının altında qalıb öləcəksən. Amma o dələduz hansısa maşının altında qalıb ölürsə, ona görə hansısa sürücü gedib həbsxanada çürüməməlidir. Bu məsələlərə diqqətlə yanaşmaq lazımdır. Ekspert onu da bildirir ki, saatda 100 km-dən artıq sürət olan yolda piyadanı avtomobil vurubsa və o sağ qalıbsa sürücü məsuliyyət daşımır. Saatda 100-dən yuxarı olan yolda maşın piyadanı vurursa, sürücü məsuliyyət daşımır. Piyada sağ qalarsa, özü də məsələ belə qoyulur, piyada sağ qalsa. 110-la maşın adam vuranda kim zəmanət verir ki, o piyada sağ qalacaq? Bu məsələyə də hansısa formada baxılmalıdır. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirdi ki, paytaxt yollarında sürücü və piyadaların qaydalara əməl eləməməsi, diqqətsizliyi səbəbindən xəsarət və ya ölümlə nəticələnən yol nəqliyyat hadisələri baş verir. Əgər sürücü yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozarsa, bu halda həmin şəxs məsuliyyət daşıyır.
Yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulub-pozulmaması, sürücünün texniki cəhətdən hadisənin qarşısını almaq imkanının olub-olmaması və digər texniki məsələlər isə müvafiq ekspert rəyləri əsasında müəyyən olunur. Belə qəzaların baş verməməsi üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk eləməli və qaydalara əməl eləməliyik deyə məlumatda qeyd olunub. Göründüyü kimi, bütün hallarda sürücü piyadadan daha çox məsuliyyət daşıyır. Sürücülər yola çıxarkən mütləq diqqətli olmalıdırlar, çünki hadisə bir dəfə olur.